Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə bir zamanlar Space TV-də yayımlanan Banu verilişinin avarçısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb. Hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlanılıb. Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbərlər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəqin mənim soyadım eynidir. Ölən hər kimdirsə Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun, məni unutmamışsınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun. Günel bildirib. Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb. Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Fuad Elxanoğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. Qeyd edək ki, Fuad Elxanov bu təyinata kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.